Salam hörmətli kanal izləyiciləri. Bu gün baxacağımız sual 11-ci siniflər üçün olimpiada suallarından 13-cü sualdır. Sualımız belədir. V nöqtəsi parabolanın təpə nöqtəsi olarsa və bu V nöqtəsinin koordinatları 2 və K olduğu halda verilmiş şərt daxilində K-nın qiymətini müəyyən edin. Həllə diqqət edək birinci. Deməli, OB parçası bərabərdir 5 vur OA parçasına. Burada aydın şəkilə diqqət etsək, aydın şəkildə görünür ki, A və B nöqtələri X oxunun kəsdiyi nöqtələrdir və biz həmin nöqtələri X1 və X2 nöqtələri ilə qeyd edirik və verilmiş ifadəyə nəzərən A nöqtəsi X1 nöqtəsidir ki, verilmiş ifadəyə diqqət etsək, X1 1-ə uyğundur, X2 isə ifadədən aydın görünür ki, 5-ə uyğun gəlir. Deməli, onda belə çıxır ki, X2 5K-ya, X1 isə K-ya bərabərdir, ancaq mənfi K-ya. Niyə mənfi K-ya? Çünki X1-in aldığı qiymət apsis oxunun solunda yerləşir, yəni mənfi qiymət almalıdır. Ona görə də o mənfi K olacaq. Burada parça şəklində verildiyindən müsbətdir. Deməli, biz X2-nin 5K, X1-in mənfi K olduğunu bildik. Digər tərəfdən parabolanın təpə nöqtəsinin apsisi 2-dir. Və bu 2 nöqtəsi X oxunu kəsdiyi nöqtələrin orta nöqtəsidir təbii. Deməli, X oxunu kəsdiyi nöqtələrin cəminin yarısı təbii ki, orta nöqtəyə bərabər olar, simmetrik olaraq. Onda X1 plus X2 bölü 2 bərabərdir 2-0-a. Buradan X1 mənfi K-ya bərabərdir, yazırıq. X2 5K-ya bərabərdir, yazırıq. Yəni plus 5K bölü 2 bərabərdir. X0, yəni apsis oxunun təpə nöqtəsi bərabərdir 2-yə. Burada mənfi K plus 5K 4K edər. 2 vur 2, 4 edər. Buradan K-nın 1 olduğunu görürük. K 1-dirsə, X2, yəni B nöqtəsini, parabolanın B nöqtəsi kəsdiyi nöqtə 5 vur 1, 5 eləyər. X1, A nöqtəsi X oxunun kəsdiyi nöqtə, yəni parabolanın X oxunun kəsdiyi nöqtə, A nöqtəsi, yəni X1 nöqtəsi K-nın yerinə 1 qoyduqda mənfi 1 edər. Deməli, biz burada yazırıq mənfi 1 və 5. Digər tərəfdən biz bilirik ki, bu funksiya y bərabərdir ax kvadrat plus bx plus c şəklində verilən funksiyanın qrafikidir və ya y bərabərdir a vurulsun x minus x0-ın kvadratı plus y0. Yəni kvadrat funksiyanın qrafikidir. Paraboladan söhbət eləmişdik biraz öncə də. Amma bu funksiyalardan bizim üçün a vurulsun x minus x0-ın kvadratı plus y0 funksiyasını seçdik. Burada x0 və y0 aydındır ki, parabolanın təpə nöqtələridir. Ona görə də parabolanın təpə nöqtəsi şəkildə, yəni apsisi 2, ordinantı K verilib. O qiymətləri gətirib burada yazsaq, x0-ın yerinə 2, y0-ın yerinə K yazsaq, təbii ki, funksiya bu şəkilə düşür. Y bərabərdir a vura x çıx 2-nin kvadratı plus K. Diqqət eləyək şəkilə. Biz buradan aydın şəkildə görürük ki, x mənfi 1 qiyməti aldıqda y 0 alır. Yəni, tənlik kimdə baxsaq, təbii ki, bu onun köküdür. Və yaxud 5x 5 qiymətində, yəni, təbii ki, y 0 alır. Ona görə də bizim üçün fərq eləməz. Biz burada x-in yerinə mənfi 1 və ya 5 verə bilərik. Mənfi 1 də versək, y 0 almalıdır. 5 də versək, y 0 almalıdır. Biz birini yazaq. X-in yerinə mənfi 1 yazaq. Mənfi 1 yazdıqda mənfi 1 çıx 2-nin kvadratı plus k bərabərdir 0 yazdıq. Y 0 almalıdır mənfi 1 qiymətində. 5 də yazsaq eyni şəkildə olacaq. 5 çıx 2 3 eləyər. 3-ün kvadratı yenə də 9 eləyir. Və burada mənfi 1 çıx mənfi 2, yəni mənfi 1 çıx 2, bu da mənfi 2 edər ki, kvadratı 9 edir. Sadələşdirək bu hissəni. Deməli, 9a plus k bərabər 0 olur. Digər tərəfdən şəkilə yenə diqqət edək. X 0 olduqda y 2 alır. Yəni, x-in 0 qiymətində y 2 alır. Deməli, onda biz bu düsturda x-in yerinə 0 qoysaq,
belə olur. 0 çıx 2'nin kvadratı vur a plus k bərabərdir. Y-in qiymətinə ki, y də şəkildə dedikcə 2'yə bərabər olur. Buradan 0'dan 2'nin çıxsaq -2, -2'nin kvadratı 4 eləyər. 4'ü də a'ya vursaq 4a plus k bərabərdir 2. Burada biz tərəf-tərəfə çıxaraq a'nı tapa bilərik və rahatlıqla görərik ki, a mənfədətdir. Çünki qollar aşağıdır, a mənfədət olmalıdır. Amma sual olunan k olduğundan biz birbaşa k'nın qiymətini tapaq deyə a'nın əmsallarını bərabərləşdirək və tərəf-tərəfə çıxaq. Ona görə də birincinin hər tərəfini 4'ə vuraq, digərinin hər tərəfini 9'a vuraq, əmsalları bərabərləşdirək. Birincinin hər tərəfini 4'ə vursaq, 36a plus 4k bərabərdir. 0'ı 4'ə vurduqda 0 edər. Digər ifadə 9'a vursaq, 36a plus 9k bərabərdir 18 edər. Tərəf-tərəfə çıxaq. 36a çıx 36a 0, 9k çıx 4k bərabərdir 5k, 18 çıx 0 bərabərdir 18'ə. Buradan k da bərabərdir 18 böl 5 olar. Yəni cavab 18 böl 5 B variantı olar. Digər tərəfdən biz məntiqi həll olaraq çox rahatlıqla həll edə bilərik, yəni cavabı tapa bilərik. Diqqət eləsək burada parabolanın təpə nöqtəsi, yəni ordinantı, yəni k'nın alacağı qiymət mütləq və mütləq 2'dən böyük olmalıdır. Və burada cavablara diqqət eləsək, 13'ü 7'yə böldükdə 1 tam neçə edər? Deməli, bu ola bilməz. Yerbəndə ola bilməz. 9'u 5'ə böldükdə 1,8 edər. Ola bilməz. Çünki k'nın qiyməti 2'dən böyük olmalıdır. 3 ola bilər. 18'i 5'ə böldükdə 3,6 ola bilər. Hələ ki, dediyimiz şərt daxilində B ilə C ola bilər. A bəndi 12'ni 7'yə böldükdə yenə də 1 tam neçə edər? Demək ki, bu da 2'dən neçədir? Ola bilməz. Burada qaldı B və C bəndi. Bu hissəyə yenə diqqət eləyək. -1'dən 0'a qədər 1 addımlıq məsafədə, yəni bura 2'yə gəlirsə, digər tərəfdə 2 addımlıq məsafə var. 1 addım gəldiyi halda o 3 və ya 3'dən az və ya 3'dən çox ola bilər, 3'dən az ola bilər. Burada meyilliyi nəzərə alsaq, yəni qismən meyillilik var. Yəni 3'dən az olardı bir nöqtəsinə nəzərən. Amma təbii ki, burada addım 2 addım olduğundan 2 nöqtəsinə nəzərən, deməli burada dəyişmə 3'dən daha çox olacaq. 3'dən daha çox olacaq. Və buradan çox aydın şəkildə biz görə bilirik ki, 3'də ola bilməz. Cavab B bəndi olduğu tam görünür. Yəni 3,6. 3'dən böyük bir ədəd olması tam dəqiqliklə görünür. Bugünkü həllimiz bu qədər. Digər testlərin həllini ən qısa zamanda veriləcək. Və yenə də xatırladım ki, olimpiada suallarından 25 sualın hər biri Facebook Riyaziyyat Test Əlləri qrupunda həll olunaraq verilib. Sağ olun.